Quran-ı Kərim yalnız bir ibadət kitabı deyil, insanlıq üçün əxlaqi bir məktəbdir. O insanı sadəcə Allaha inanmağa deyil, həm də gözəl davranışlar sərgiləməyə, ədalətli, mərhəmətli və təvəzzükar bir bəndə olmağa dəvət edir. İslam əxlaqının əsas mənbəyi elə Qurandır. Nəhl surəsi 90-cı ayədə buyrulur: Həqiqətən Allah ədalətli olmağı, yaxşılıq etməyi buyurar. Zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Sizə düşünüb ibrət alasınız deyə belə öyüd nəsihət verir. Bu ayə Quran-ı Kərimin əxlaqi fəlsəfəsini qısa və dərin şəkildə ifadə edir. Quran insanın zahiri həyatını nizamladığı kimi daxili aləmində saflaşdırmağı məqsəd qoyur. Ədalət, səbir, səxavət, bağışlamaq, dürüstlük və mərhəmət kimi dəyərlər Quranda insanı kamilliyə aparan əsas sütunlardandır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur: Mən gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmişəm. Quran-ı Kərim insanı həm fərdi, həm də ictimai baxımdan əxlaqi dəyərlərə çağırır. İnsan təkcə öz davranışlarına deyil, cəmiyyətə, ailəsinə, qonşularına, hətta təbiətə qarşı da məsuliyyət daşıyır. Əxlaqın kamilliyi yalnız ibadətdə deyil, digərlərinə münasibətdə də özünü göstərir.